Salam əziz izləyicilər. Bugün sizlə 24-12-2023-cü ildə keçirilmiş RIFO Olimpiyadasının suallarına baxacaq. Sualların izahını inşallah şagirdlərimiz Aylin, Gülnur, Pərvin və Nihat izah edəcəklər. Buyurun inşallah başlayaq birinci sualdan. Kim izah etmək istəyir? Ben başlayayım. Buyur Gülnur. Afrika költəsi tavası üçün hansı fikirlər yanlışdır? Şimal-şərq istiqamətində hərəkət edir. Bu düzdür. Həm Ərəbistan, həm də Afrika költəsi tavası şimal-şərq istiqamətində hərəkət edir. İkinci, cavan və qədim dağlar mövcuddur. Bu da düzdür. Kap Əjdaha dağı Hersin qırışıqlığında yaranıbdır. Atlasda, Qafqazda yaranıbdır. Həm cavan, həm də qədim dağlar mövcuddur. Cənubi Amerika tavası ilə ayrılma zonasında müqəddəs Yelen adası yerləşir. Bu da düzdür. Hind okeanının ən dərin nöqtəsi bu tavanın sərhədində yerləşir. Bu səhvdir. Avstraliya tavasının sərhədində yerləşir. Səhv düzənliklər mövcud deyil. Bu da səhvdir. Mövcuddur. Kanar, Şeyşel, Andaman adaları yerləşir. Bu da səhvdir. 4, 5, 6 B variantı. Biraz sürətli izah edin. Tamam. Bir doğrudur ki, Afrika tavası şimal-şərq istiqamətində hərəkət edir deyə götürmürük. Cavan və qədim dağlar mövcuddur ki, bəli. Orada Atlas dağları Qafqaz qırışığı deyil. Yəni yəqin ki, At qırışığı demək istədin. Yəni Qafqaz dağları eyni. Bəli. Cənubi Amerika tavası ayrılma zonasında müqəddəs Yelena adası yerləşir. Bunu nə dedik? Buna da nə görürük? Düzdür. Plus qoyuruq, bəli, doğrudur. Hind okeanının ən dərin nöqtəsi bu tavanın sərhədində yerləşir. Bəli, bu yanlışdır. Çünki o zonda dağlar tərəfdə digər tavalan sərhədində. Şeht düzəni mövcud deyil. Bəli, şeht düzəni var. Ona görə bu da yanlışdır. Kanar, Seyşel və Andaman adaları yerləşir. Bu Andaman çıxması lazım. Yəni oldu 4, 5, 6. Doğru cavab B bəndi. Əla. Sonra növbəti sualı kim işləyər? Mən izah edeyim mi? Aylin buyur. Deməli, uyğunluğu müəyyən edin. 1. Peru və Myanmar arasında axan çaylar iki okean hövzəsinə aiddir. Bu doğru fikirdir. Amma yanlışa yazıb. Peru ilə Myanmar arasında axan çaylar Sakit Okean və Hind Okean hövzəsinə aiddir. Sonra 2. Kara və Barans dənizləri üzərində formalaşan və qış aylarında ölkəmizə daxil olan hava kütləsi dəniz arktik hava kütləsidir. Bunu yanlış yazıbdır. Bu doğrudur. Çünki dəniz arktik deyil, dəniz kontinental arktikdir. Sonra 3. Qneys maqmatik mərmər isə çökmə suxuların metamorfikləşməsindən yaranıb. Bu doğru fikirdir, amma yanlışın altına yazıb. Sonra 4. And, Qafqaz və Altay dağları quruluşuna görə qırışıq dağlar hesab edilir. Bu yanlış fikirdir, çünki Altay qırışıq faylı dağdır. Sonra 5. Merkur və Venera planetləri təbii peyki mövcud deyil. Bu doğru fikirdir. 6. Təbiətdə ən çox yayılmış maqmatik sular qranit və bazaltdır. Bu da doğru fikirdir. İndi yanlışdan yanlışı seçdik demək olacaq bir dənə 2. Cavab A variantı 2, 5, 6. 2, 5, 6. Əla. Gözəl. Təşəkkürlər. A bəndə. Sonra Bitireyim mi mən? Yəni bu dairə alanda bir dənə hətta şey oldu. Bir də balaca dairə alım. Aha. Buyur. Buyur Nihat. Deməli, Kiçik Qafqaz tektonik zonasında yerləşən qoruq və ya milli parkları müəyyən edin. A variantında Türyan çay Kiçik Qafqaz tektonik zonasında yox, Kür çökməsində yerləşir. A variantını çıxdıq. Eldar Şamı Ceyrançol Acına Oralcaq dağında yerləşir. O da Kür çökməsinə aiddir. B variantda çıxır. C-də Hirikan, Zəngəzur, Qaragöl hər üçü Kiçik Qafqaz tektonik zonasında yerləşir. D variantında Ağgöl, Ağcabədi və Beyləqan sərhəddində, o isə Kür çökməsində yerləşir. E variantında da yenə Eldar Şamı Ceyrançol Acına Oralcaq dağlığında Kür çökməsində yerləşir. Cavab C variantı. Gözəl. Keçdik indi 4-cü suala. Buyurun. Kim izah edəcək? Mən deyə bilərəm 4-ü. Buyur Pərvin. Uyğunluğu müəyyən edin. Mexanik emal, deməli bura ağac tədarüküm, taxta şalban, bir də mebel aiddir. Bir də 6-da şpal aiddir. Kimyəvi emala da boya, skipidar, kanifol, boya, spirtollar aiddir. Deməli, indi hər ikisinə düzgün olanlar 4,
5, bir də 6. Əla, super. Amma çox sürətli getdi. Demək, birdə nə oldu? Birdə şifalı pozdu. Ağac, Onda görə bir getdi. Aha, sonra 2-də kağız pozdu. 3-də də karton pozdu. 3-də karton pozdu. Amma 4 hər iki tərəf düzdür. Kimya və mexaniki emal doğrudur. 5-dən doğrudur. 6 da doğrudur deyək. 4, 5, 6 deyək məndə. Əla, təşəkkür edək. Hə, 5-i kim işləyən? İşləyim mi? Aha, buyur. Aylin, səs. Bəli, A dənizində orta Buyur. Aha. A dənizində orta duzluğu 28 promil, B dənizində isə 38 promildir. Bu dənizlərin oxşar xüsusiyyətlərini müəyyən edin. A dənizi təxmini Mərmərə dənizinə yaxındır. Bir də Ağ dəniz ola bilər bəlkə. B dənizi də 38 promil Aralıq dənizidir. Bu dənizlərin oxşar xüsusiyyətlərini tapmalıyıq. Səviyyəsindən ərazilər müstəqilliklə ölçülə bilər. Bu düz fikirdir. Sonra 2. Hind okeanının cənub sahillərində yerləşir. Bu səhv fikirdir. Şimal sahillərində yerləşir. Başım olaraq Hind okeanında yerləşmir, Atlantik okeanında yerləşir. Sonra 3. Çaylar üçün mənbə rolunu oynaya bilməz. Bu da düz fikirdir. Yəni heç onsuz Sonra 4. Yaxşı, davam. Ha, buyurun. Duzluq səviyyələri eyni izoqalinlə göstərilə bilər. Bu səhv fikirdir. Bəli. 5. Orta duzluqlar Baltik dənizinin orta duzluğundan daha azdır. Bu səhv fikirdir. Çünki Baltik dənizinin orta duzluğundan daha çoxdur. Baltik dənizi 11 promildir, bəzi yerdə 12. Cavab B variantı 1-3. B variantı. Demək, Çaylar mənbələrinin oynaması o düzdür müəllim. demək 1-3 B bəndi. Eyvallah. İndi mən duzluqlar... Altını deyim mən. Aha, buyur, deyərsin uşaqlar. Birazdan demək, orada Baltik dənizi, Azov dənizi, Qara dəniz, sonra onların mən duzluğunu deyib, bir də siz qeyd edin uşaqlar. Demək, indi də qeyd edək ki, sonra unudacaq yəqin ki, Baltik dənizi 11 promillidir. Qısa qeyd götürün. Azov dənizinin duzluğu 12 promillidir. Xəzər 13-14, indi şimalına görə dəyişir, şimalın lap azdır, o da təxminən 13-14. Qara dəniz 18 promilli. Mərmərə dənizi 25 promilli. Bəzi yerlərdə 28 də göstərilə bilir. Aralıq dənizi 38 promilli. Hamı qeyd götürə bildi mi? Bəli. Əla. Gözəl. Altını bizə kim izah İşləyim müəllim. Buyur. Doğru sıraları müəyyən edin. Günəş şüalarının günorta vaxtı il boyu yalnız cənub tərəfdən düşdüyü adalar, həm şimal, həm də cənub tərəfdən düşdüyü adalar, bir də yalnız şimal tərəfdən düşdüyü adalar. Bir Korsika Aralıq dəniz sahilində yerləşir və şimal mülayim işıqlanma qurşağındadır. Ona görə də günəş il boyuna yalnız cənub tərəfdən düşür. Bu düzdür. Kalimantan tropik işıqlanma qurşağında yerləşir. Ona görə də günəş ona həm cənub, həm də şimal tərəfdən düşə bilər. Falkland cənub mülayim işıqlanma qurşağında yerləşir. Ona görə də günəş il boyu ona şimal tərəfdən düşür. Biri götürürük. 2-də Haiti tropik işıqlanma qurşağında yerləşdiyinə görə günəş həm ona şimal, həm də cənub tərəfdən düşə bilər. Ona görə 2 səhvdir. 3-də Saxalin, bəli, Saxalinə il boyu cənub tərəfdən düşəcək, çünki şimal mülayim işıqlanma qurşağındadır. İrlandiya isə həm şimal, həm də cənub tərəfdən düşə bilməz, çünki İrlandiya şimal mülayim işıqlanma qurşağındadır. 3-ü də çıxırıq. Böyük Britaniya, bəli, il boyu cənub tərəfdən düşür. Maldiv tropikdə olduğuna görə, tropik işıqlanma qurşağında olduğuna görə həm şimal, həm cənub. Yeni Zelandiyada yalnız şimal tərəfdən. 4 düzdür. 5-incisində Timor adasına il boyu həm cənub, həm də şimal tərəfdən düşə bilər.
5-i çıxırıq. 6-da da Hokkaido şimal mülayim işıqlama qurşağıdır. Cənubdan düşür yalnız. Luson Filippinin ən böyük iki adasından biridir. O da tropik işıqlama qurşağında yerləşdiyinə görə həm şimal, həm də cənubdan düşə bilər. Tasmaniya isə yalnız şimaldan düşəcək. Cavab 1-4-6 E variantı. Əla. Burada bir də Filippin daha şimaldadır. İki dənə orada böyük ada var da. Luson, Mindanao. Luson daha şimalda, Mindanao isə ondan cənubda yerləşir. Əla, super. Aha, 7-yə bax, bir qədər baxmayın. 7-yə baxırıq. Aha. Buyurun, kim izah Mən deyə bilərəm. Buyurun Pərvin. Rum rəqəmləri ilə verilmiş dağlar üçün aşağıdakı fikirlərdən hansılar doğru deyil? Deməli, birincisi, 1 və 4-cü dağlar şimal qütb dairəsi xətti ilə kəsirlər. Deməli, Skandinaviya və Ural dağlarıdır. Bunlar kəsirlər, bu düzdür. Amma biz götürmürük, çünki doğru deyil deyir. İkinci, 2 və 3-cü dağlar Elbrus dağları ilə eyni geoloji erada yaranmışdır. Deməli, ikinci Alp və Karpat ikisi də altda yaranıbdı, yəni ki, Kaynozoyda. Deməli, bu da düzdür, Elbrusda yaranıbdı o da. Elbrus da eyni nədə yaranıbdı. Bu da götürmürük, səhvdir deyir. 3 və 4-cü dağlar, dağlarla eyni yaşda olan dağlara ölkəmizdə rast gəlinir. Üçüncüsü Karpatdır, dördüncüsü Uraldır. Karpat altdır, Uralda Hersindir, bizdə də Qafqaz dağlardır. Qafqaz dağları da altdır. Ona görə bu səhvdir. Götürəcək. 4-də 2 və 4-cü dağlar yalnız bir ölkənin ərazisində yerləşir. 2 Alp, 4-də Ural. Ural düzdür, yəni bir dənə Rusiyanın ərazisində yerləşir. Amma Alp dağları təkcə Rusiyanın ərazisində yerləşmir. Bunu da götürəcək. Yalnız ikinci dağın mütləq hündürlüyü 4000-dən çoxdur. Alpdır, o da 4807, bu da düzdür. Obislər Skandinaviya 2469-dur. Karpat dağları 2655-dir. Bir də Ural dağları da 1895. Əla, gözəl. Oldu 3-4. Əla, super. Burada bayağı izah eləyəndə dediniz ki, demək Karpat, bəli, Ak qırışındadır. Azərbaycanda var Qafqaz dağları. Bir də Ural. Ural hansında idi? Hertsin qırışında, eləmi? Bəli. Hə, Hertsin qırışında Azərbaycanda yaranan dağ yoxdur. Əla, gözəl. Yəni orada biraz izahda şey oldu. Super. 8-i kim izah eləyə bilər? İzah edeyim mi? Aha, buyur. Mən əgər yer kürəsi xəyallı ox ətrafında 1 dərəcəni 3 dəqiqəyə dönsəydi, 18 saat qurşağının qərb sərhədi hansı coğrafi uzunluqda yerləşərdi? 1 dəqiqə, əgər 1 dərəcəni 3 dəqiqəyə dönsəydi, 60 dəqiqəndə x dərəcəyə dönərdi. Buradan x-i tapırıq. Olur 20 dərəcə. 60 dəqiqəni 20 dərəcəyə dönər. Siz asta-asta bir zəhmət deyin də mən yazım. 1 dərəcə 3 dəqiqə döndü. Aha. X dərəcəndə 60 dəqiqəyə. Necə? X dərəcədən dərəcəni tapmaqda 60 dəqiqə. Tamam, tamam. Bu sizin yoldu. Sonda mən birini də deyərəm. Aha. X-ə bərabərdir burada. Buradan 20 eləyir. 20. Dərəcə. Yəni nə demək oldu bu? Yəni bu deməkdir ki, 60 dəqiqə 20 dərəcə dönür. Yəni Ayşə 1 saata 20 dərəcə dönür, eləmi? Bəli. Bəli. 360 bölünsün 20. Orada neçə saat qurşaq olduğunu tapacağıq. O da eləyir 18. 18 saat qurşağı. Əla. Super. Aha. Deməli 18 dənə saat qurşağı var. Burada da 20 dərəcəni böləcəyik 10-a. Aha. 18-ci saat qurşağı da 0-cı saat qurşağı ilə eyni ərazidə yerləşir. Onların qərb sərhədi olacaq 10 dərəcə qərb uzunluğu, şərq sərhədi 10 dərəcə şərq uzunluğu. Cavab B. Ay, sağ ol. Demək ki, cəmi 18 də saat qurşağı olacaq. 18-in saat qurşağı demək 10 dərəcə qərb uzunluğunda və 10 dərəcə şərq uzunluğu arasında yerləşəcək də bu. Eləmi? Əla. 18-in saat qurşağı burada yerləşdi. Super. Bunu nəyə soruşur bizdən? Qərb sərhədi. Əla. Çox doğru. Super. Heç nə ehtiyac yoxdur. Bəli. 18 niyə sıfıra düşdü? 18-ci saat qurşağı orasını başa düşmədim. Yer kürəsi 20 dərəcəni 1 saat döndüyü üçün 360-ı biz böldük 20. Yəni 18 cəmi 18 saat qurşağı əmələ gəldi.
18 saat qurşağı əmələ gəldi. 0-cı və 18-ci saat qurşağı, biz necə ki, əvvəl dedik 24 saat qurşağında, 24 saat qurşağı olan necə olurdu? Baxı, 24 saat qurşağı olanda Qrimviçdən 7,5-ə şərqə, 7,5 qərbə. Bu həm 0-cı, həm də 24-cü saat qurşağı dörüdür. Yada gəlmi? Elə mi? Bəli. O necə, niyə 7,5 şərqə, 7,5 qərb götürmür? Çünki onda yer kürəsi 1 saata 15 dərəcə dönürdü. 1 saata 15 dərəcə dönürdü. Burada isə 1 saata 20 dərəcə döndüyü üçün, necə ki 15-in yarısını bölmüşdü 7,5 şərq, qərblə 7,5 şərq. Burada da 1 saata 20 dərəcə döndüyü üçün, yəni 10 dərəcə qərblə 10 dərəcə şərqin arasındadır 0-cı və 24-cü saat qurşağı. Başa düşdüm. Hala, tamam. Sonra 9-a baxaq. Mən deyim bax. Hə, baxın, yəni kim istəyirsə buyursun. Xəritə sxemdə təsvir edilmiş adalar litosfer tavalarının konvergent sərhəddində yerləşir. Bu adaların üzərində dayanan müşahidəçi gecə vaxtı qütb ulduzunu görə bilər. Bu adalar üçün doğru olmayan fikirləri müəyyən edin. Deməli, bu adalar Yapon adalarıdır. Birincisində dik fəaliyyətdə olan vulkanlar mövcuddur. Bu səhvdir, çünki Mərkəzi Asiyadan şərqdə fəaliyyətdə olan vulkan mövcud deyil. İnkişaf etməkdə olan ölkənin ərazisidir, bu düzdür. Yaponiya inkişaf eləməkdə... Yox, səhvdir belə, Yaponiya inkişaf etmiş ölkədir. Bir də bir zəhmət birinciyə qayıdaq. Fəaliyyətdə olan vulkan mövcuddur. Axı orada bizim bu doğrudur da. Yəni çünki axı burada biz Yapon adalarında fəaliyyətdə olan vulkan var axı. Hansı vulkandır? 2 dənəsini biz bilirik. Çoxdur vulkan yəni. Kimdə yaşalar? Köməklər. Ason ola bilər. Fudziyamada var. Bəli, yəni ona görə bu doğrudur. Doğru deyə götürmürük. Sonra 2 də doğrudur biz. Aha. Sonra 2 səhvdir. İnkişaf etmiş ölkədə Yaponiya. Etməkdə, hə, üzrsə bunu görmək. Olan düzdür. Səhv oxudum. Tamam. İnkişaf etmiş ölkədir. Bu demək yanlışdır. Aha, buyur. Mülayim istiqlama qurşağında yerləşir. Bu düzdür. Əla. Yerli vaxtı ölkəmizin yerli vaxtından geridir. Bu səhvdir, çünki şərqdəki məntiqə qərbdəkindən irəlidə olmalıdır. Bəli. Bu adalarda yerləşən ölkə dünyanın sahəsinə görə ən böyük ölkəsi ilə su sərhəddinə malikdir. Bu düzdür. Muson küləkləri müşahidə edilmir. Bu da səhvdir, edilir. Bəli. Demək burada o cavab oldu 2, 4, 6 deyil bəndə. Əla. Gözəl. Getdik. Neçə? 9 etdi o, eləmi? Hə, 9-un sualı. Keçək 10 suala baxaq. Bunu kim izahləmək istəyir? Mən deyim. Təxminən biraz böyüdüm bunu. Hə, buyur. Pərvin, buyur. Xəritəyə əsasən hansı vizual təhlillə aparmaq olmaz? Birincisi atmosfer təzyiqi. Bunu biz yəni baxanda görürük, orada xəttlər var da, dairəvi xəttlər. Onlar elə atmosfer təzyiqini bildirir. Ona görə biz olmadı. 2. Okean suyunun duzluluğudur. Yəni bunu baxanda bilmirik, ona görə bunu götürəcəyik. 3. Buludluluqdur. Buludluluq da orada sarı dairə, bir də kənarında çıxıntı kimi, F kimi işarələr var. Onlara görə bilə bilərik. Bəli, ona görə 3 də olmadı. 4. Havanın temperaturu. Orada temperaturu yəni ki, bilə bilərik orada da. Qeyd olunub. Bəli. Aha. 5. Çuxurların yaşı. Bu da görsənməyib, bilmərik. 6-da təbii zonalar, bunu da bilmərik. Ona görə 2, 5, 6. Yəni bu sinoptik xəritə olduğu üçün biz yalnız hava məlumatını ala bilirik də buradan. Əla, gözəl. İndi getdik 11-ci suala baxaq. Mən deyim 11-i. Hə, bəli, buyur. Rusiya Federasiyası tərkibinə daxil olan türk dövlət qurumlarını qruplaşdırın. Sibir, Şimali Qafqaz, Ural, Volqa boyu. Çuvaşiya yerləşəcək Ural, Volqa boyunda. 3A. Asta-asta bir zəhmət, amma yaza bildim. Əla. 3A. Başqan Çuvaşistan. Aha. Sonra Qaraçay Çərkəz, Şimali Qafqazda. B. 6 Sibirdə. 6 C. Aha.
Başqırdistan, Ural Volqa boyunda. Başqırstan D. Bu D. Aha. Çeçenistan ümumiyyətlə Türk dövlət qurumu deyil. Tıva Sibirdə. Tıva F bura. Əla birə. Kabarda-Balkarda, Şimali Qafqazda. Kabarda D variantı. H. Elə düz yazdım mı? Aha. D bəndə. Super. Əla. Gözəl. Gözəl. Demək 12 deyil. Aha. 12 kim izahlayar? Mən izah eləyimmi? Buyur. Deməli, 2 inzibati rayonla və 2 xarici Bir də bax. ölkə ilə sərhəd olan Aylin sənsə. Hə, buyur Aylin. Buyur. Aha, üzrsə. Ha. 2 inzibati rayonla və 2 xarici ölkə ilə sərhəd olan inzibati rayonları müəyyən edin. A. Kəngərli, Gədəbəy, Şəki. Burada Şəki pozur, çünki 2 xarici ölkə ilə sərhəd deyil, 1 xarici ölkə sərhəddir. Həm də Gədəbəy 3 inzibati rayonla sərhəd ola bilər. Sonra B. Şərrur, Qax, Tovuz var burada. Qax da 3 inzibati rayonla həm sərhəd ola bilər. Bu da pozdur. Sonra C. Ağstafa, Zaqatala, Zəngilan. Bu düzgün cavabdır. Hər üçü 2 inzibati rayonun 2 xarici ölkə ilə sərhəddədir. Əla. Sonra D variantı. Burada Xaçmaz ola bilməz, çünki bir ölkə ilə həmsərhəddir, bir xarici ölkə ilə. Sonra Y variantı. Bu Y variantı da səhvdir, çünki orada Daşkəsən var, o da 3 inzibati rayonla həmsərhəd ola bilər. Əla. Aferin. Gözəl. Sonra 13 kim izahlayar? Mən deyim. Pərvin buyur. Respublikamızın iqtisadi rayonları üçün doğru olmayan fikirləri müəyyən edin. Qarabağ iqtisadi rayonu yalnız bir xarici ölkə ilə həmsərhəddir. Deməli, bu düzdür. İranla həmsərhəddir, başqa yoxdur sərhəddir. 2. Gəncə Daşkəsən iqtisadi rayonunda kükürd ehtiyatları mövcuddur. Bu da düzdür. 3. Mərkəzdə Aran və Qazax Tovuz iqtisadi rayonlarının hər ikisindən Kür və Araz çayları axır. Mərkəzi Aranda düzdür. Qazax Tovuzda düz deyil. Həm Qazax Tovuz Azərbaycanın şimal-qərbindədir. Həm də ki, Kür və Araz çayları Sabirabadda birləşirlər. Sabirabadda mərkəzi Arana aiddir. Buna görə səhvdir 3. Respublikamızın şimal ucqar nöqtəsi Şəki-Zaqatala iqtisadi rayonunda yerləşir. Deməli, bu düzdür. Bazar düzüdür. 5. Mil-Muğan iqtisadi rayonu heç bir xarici ölkə ilə həmsərhəd deyil. Bu səhvdir. İranla sərhəddi var. Ona görə də səhv variantlar 3, 5, B variantı. Əla. Gözəl. 14-ə baxaq. Mən deyim 14-ü. Aha, bir dəqiqə daxil. Görün böyüdə bilirəm şu bir daxil. Hə, buyur Nihat. Xəritə, sxemə və cədvələ əsasən uyğunluğu müəyyən edin. Ölkələr 1, 2, 4 Respublika idarəetmə formasına malikdir. Orada bir, məsələn, Danimarkadır. Danimarkada monarxiyadır. Ona görə biri çıxırıq. 2, 4, 5 deyir ki, əhalisi eyni dil qrupuna aiddir. Bəli, hamısı roman dil qrupuna aiddir. 2 düzdür. Hind-Avropa dil ailəsinin roman dil qrupu. 3, 4, 5 yazıb ki, sitrus bitkiciliyi inkişaf etmişdi. Ya, bu səhv fikirdir. Çünki 3-də, 5-də sitrus bitkiciliyi inkişaf edə bilməz o qədər. 2, 3, 6 böyük 20-liyə, G20-yə daxil olan ölkələrdir. Oradan da Portuqaliya G20-yə daxil deyil. Ümumiyyətlə, heç biri daxil deyil. 5, 1, 3, 4 deyir ki, unitar inzibati ərazi quruluşuna malikdir. Bəli, 5 düzdür. 3, 5, 6 da Şərqi Avropa regionuna daxildir. Bəli, 2, 5, 6 E variantı. 2, 5, 6. Cavabı düz tapdın. Orada neysə bir dəqiqə mən ötürdüm. Nəsə orada sanki... Sitrus bitkiciliyi. Orada 3 ara hansı ölkədir? 3 şeydən Polşadır da, Polşa. Bəli. Orada ola bilməz.
Onu demirəm. İzahda cavabı düz tapdın, əla, gözəl. Prosta bir də sanki orada nəsə getdi. Yəni cümlə olaraq izah deyəndə nəsə səhv dedin? Heç nə. Getdi. O məsələn 4-də İtaliyada orada sitrus kiçiliyi ola bilər amma. O da ola bilər. Demək istəyirsiniz bəlkə. Böyük 20-liyə daxil olan C20-liyə. Nəsə tutamadım. Yox. Yəni əsas doğru işlədik. Orada doğru izah elədin, amma izahın içində nəsə bir xırda bir səhv idi. Yox. Gözəl. Amma Y-bən doğru idi. Əla. Keçdik biz 15-ə. Bir dəqiqə bunu kiçildim inşallah. Atca səbir olun. Aha, 15-i kim izahlayar? İzah edeyim mi? Aylin, ha. Buyur Aylin, buyurun. Deməli, uyğunluğu müəyyən edin. 1. Nil mənsəbi ilə mənbəyinin yerləşdiyi ərazi eyni iqlim qurşağında yerləşir. Bu səhv fikirdir. Onun mənbəyi ekvatorialda yerləşir, mənsəbi isə subtropikdə. Sonra Mavi Nil qolu Viktoriya gölündən başlayır. Bu da səhvdir. Efiopiya ərazisindən başlayır. Sonra 2. Dnepr yerləşdiyi ölkə Bolqarıstan ilə həmsərhəddir. Bu səhvdir. Bulqaristanla həmsərhəd deyil. Rumıniya ola bilər, Belarusda yerləşə bilər. Mənsəbi Don çayının mənsəbi ilə eyni dənizdir. Bu da səhvdir. Azov, elə ki Donun Azov dənizidir, amma Dnepr'in Qara dənizdir. Parana su toplayıcı hövzəsi 2 qışıqlanma qoşağında yerləşir və aid olduğu okeanın sahəsi genişlənir. Aid olduğu okean Atlantik okeanın sahəsi genişlənir. Su toplayıcı hövzəsi subtropiklə mülayim iqlim quşaqlarına aiddir. Yerləşdiyi materikdə muson iqlim tipinə rast gəlinir yazıb. Bu səhv fikirdir. Yanlışın altına yazıb. Bunu da götürürük. Düzdür 3. Sonra 4. Mekong düşməsi Volqa çayının düşməsindən daha böyükdür. Bu düz fikirdir. Çünki Mekong daha dağlıq ərazidə yerləşir. Bangladeş ərazisindən keçir. Bu səhv fikirdir. Səhvin altına yazıb. Bu da 4 də düzgündür. Sonra 5. Yukon çayı ilə eyni okean hövzəsinə aiddir. Hər ikisi sakit okean hövzəsinə aiddir. Bu da düzdür. Dib eroziyanın təsiri nəticəsində yaranan relyef formaları yoxdur. Bu yanlış fikirdir. Oralarda kanyonlar var. 5 də düzdür. Sonra 6. Murray Hind okean hövzəsinə aiddir və yerləşdiyi ölkə 2 yarımkürədə yerləşir. Bu yanlışdır. Yanlış fikri elə bir düz fikri yazıb. Orada mənsəbi Xuanxe çayının mənsəbi eyni okeanda yerləşmir. Bu düz fikirdir, amma yanlışın altına yazıb deyib altında götürməli deyilik. Demək, Cavab doğru oldu da, elə mi? Bir də Hind özünün aydın yerləşdiyi ki, bəli, doğru. Doğru oldu, ona görə yanlış oldu. Aysal, demək 3, 4, 5. A variant. A variantı, əla, aferin. 16, 15. Hə, 16'ya nisbətən sağlı sualda buyurun uşaqlar. Kim izahlayar? Mineral bulaqlar. Mən deyim məmnunda. Aha, buyur. Deməli, Bədo, Cimi, Turşsu, İlsu mineral bulaqlarının yerləşdiyi inzibati rayonlar. Bədo İsmaildə yerləşir. Sonra Cimi, Xaltanxaşı mineral bulaqları var. Bunlar Qubada yerləşir. Turşsu, Şırlan var. Bunlar Şuşada yerləşir. İlsu da Qaxda. Cavab C variant. Aferin. Əla, gözəl. Keçdik 17'ye. 17 Mən deyim 17. Buyurun, özünüz razılaşın, izahlayın. Deyim mi mən? Buyur, Pərvin. Xəritə sxemi əsasən Qapıcıq zirvəsinin, Heydərabad qəsəbəsinin və Batabat gölünün yerləşdiyi müvafiq inzibati rayonlar. Və birinci inzibati rayonları sayım. 1-də Şahbuzdur, 2-də Culfadır, 3-də Babəkdir, 4-də Kəngərli, 5 Şərur, 7 Sədərək, 6-da 6 Ordubaddır, orada yuxarıda 7 Tədərək. Aha, gözəl. Deməli, Qapıcıq zirvəsi Ordubaddadır, birinci 6, sonra Heydərabad qəsəbəsi Sədərəkdədir, sonra 7, sonra da Batabat göldə Şahbuzdadır, 1, 6, 7, 1.
D variantı. Əla. Gözəl. 18-ə baxırıq. Deyim mən 18-i. Buyur. Nihat. A çayının yerləşdiyi materikdə gecə və gündüzün adi növbələşməsi pozulmur və bu materik 3 işıqlanma qurşağında yerləşir. Eroziya bazisi Neva çayının eroziya bazisi ilə eyni okeandır. Ruapehu vulkanı ilə eyni işıqlanma qurşağında yerləşir. Deməli, Neva çayının eroziya bazisi Baltik dənizidir, o isə Atlantik okeanına aiddir. Yəni, bu çay Atlantik okeanına aiddir. Həmçinin deyir ki, burada 3 işıqlanma qurşağında yerləşir. Bir də Ruapehu vulkanı ilə eyni işıqlanma qurşağı. Bu Afrika ola bilər də. Afrikadır bu, materik. Deməli, A çayı ilə bağlı, yəni Afrikadan axan çaydır, Afrikanın cənub-qərb hissəsindən. A çayı ilə bağlı hansı fikirləri doğru hesab etmək olmaz? Mark Donnell dağları ilə eyni materikdə yerləşir. Bir səhvdir, çünki Mark Donnell Avustraliyadadır, Afrikada deyil. Mənsəbi mülayim işıqlanma qurşağında yerləşir. Bəli, bu düzdür. Sahəsi fasiləsiz olaraq kiçilən qədim okeanın stoplayıcı hövzəsinə aiddir. Atlantik okeanı qədim yox, cavan okeandır. Ona görə 3 də səhvdir. Aid olduğu materik mülayim iqlim qurşağında yerləşmir. Bəli, Afrika materikində mülayim iqlim qurşağı yoxdur. Patagoniya yaylası ilə eyni yarım kürələrdə yerləşir. Bu da səhvdir. Çünki Patagoniya yaylası cənub və qərb yarım kürələrində yerləşir. Bu isə cənub və şərq yarım kürələrində. Axdığı ərazi platformadır. Bəli, bu da düzdür. Ona görə də cavab 1-3-5 B variantı. 4-cü düzdür. Siz səhv qoydunuz ora. 4-cü düzdür. Deyəm dəqiqə. İqlim qurşağında yerləşmir də. Mülayimlikdir. Doğrudur. Əla. 1-3-5. Yox, bir dəqiqə. Aid olmayanlar götürürük də burada. Demək, burada nə götürürük? Bəli, 1-3-5. Bu variantı. Bu variantı. Yenə böyük oldu. Bir dəqiqə darıxmayın. Bir də Nihat, orada sahəsi məmur cəlinə qədər bir də izah edir. Sahəsi fasiləsiz olaraq kiçilən okeanlar hansıdır? Sahəsi fasiləsiz olaraq kiçilən okeanlar Sakit okeandan Şimal Buzlu okeanı. Həm də qədim okeanlar da olar. Qədim. Super, gözəl. 19-a baxırıq. Bu da izahləyə bir zəhmət. Deyimi mən bunda. Buyur. Deməli, 1C-dır, 2A, 3-ə də B olan ortaq cəhət soruşur. A variantı 3 əsas dağa əmələ gəlmək qırışıqlıq baş vermişdir. Pangeya, Lavrasiya və Gondwana qurularına parçalanmışdır. Bu paleozoy olacaq, çünki Pangeya, Lavrasiya və Gondwanaya paleozoyda parçalanıb, o da 3 əsas qırışıqlığa bölünür. Deməli, 2-yə 3 olmalıdır. Kopet dağı və Krım dağları yaranmışdır. 3 geoloji dövrə ayrılır. Bu da olacaq Karnozoy, 1-ə də 5. Cavab B variantı. Ortaq olanda Şimali Amerika və Afrikada bu erada yaranmış dağlar mövcuddur. B və əla, gözəl. 20-yə baxaq. Mən deyə bilərəm. Buyur. Yaxşı, Zahiləm oldu. Böyük Qafqaz, Kiçik Qafqaz və Naxçıvan dağlıq ərazilər üçün sərcəv olan landşaft tipini müəyyən edin. A variantı Subalp çəmənləri, dağ meşə. Naxçıvanda dağ meşə yoxdur, ona görə A variantı olmur. B variantı yarım səhra, dağ meşə. Kiçik Qafqazda yarım səhra yoxdur, həm də dağ meşə Naxçıvanda yoxdur. C variantı Nival, Tuqay meşələri. Nival da Kiçik Qafqazda yoxdur, ona görə C variantı da gedir. D variantı Quruçöl, Subalp çəmənləri, bu doğru variantdır. Y variantı Alp çəmənləri, meşə Naxçıvanda yoxdur. Əla, aferin. Gəldi
İkinci suala nisbətən biraz çətin sual oxşuyur. Baxın, burada daha çox göz yaddaşı olaraq, yəni təxmini bilməliyik. 13-cü, 20-ci və 8 saat. Mən işləyim. Qurşaqlardan keçir. Buyur Nihat. 13-cü və 20-ci saat qurşaqlarının hansı oxşar cəhəti 8-ci saat qurşağı üçün fərqlidir? 3 yarımkürədə yerləşir. Bu hamısı üçün oxşar cəhətdir. Çünki 4 yarımkürədə yerləşən 0, 12, 24-dür. Digərlər hamısı 3 yarımkürədə yerləşir. Biri çıxırıq, birlə olan cavabları. İkincisində deyir ki, keçdiyi okeanlardan biri 4 yarımkürədə yerləşir. Bəli, bunu götürəcəyik. Çünki Sakit okeandan keçir 8-ci saat qurşağı və 20-ci saat qurşağı. O da 4 yarımkürədə yerləşir. Biri Atlantikdən keçir, biri də Sakitdən. Yox, bunu götürmürük. Çünki ikisi Sakitdən keçir, biri Atlantikdən. Onlar hər ikisi də 4 yarımkürədə yerləşir. Yəni fərqli cəhət deyil bu. 3 materik ərazisindən keçir. 3 materik ərazisindən keçir. Bunu da götürmürük. Şimal yarımkürəsini ən aşağı temperaturun müşahidə olunduğu yerləşdiyi materikdən keçmir. Bəli, düzdür. Bunu götürürük. Fərqli cəhətdir, oxşar cəhətdir. Şeydən keçsə də, yəni 8-ci saat qurşağı üçün fərqlidir, oradan keçmir. O 8-ci saat qurşağı keçir, yəni o birisilərdən keçmir. Bəli, Avrasiya söhbət gedir də. Aha, bəli. Bəli. Keçdiyi materiklərdə mütləq monarxiya idarə etmə formasına malik olan ölkə yoxdur. Bu da götürürük, bəli. Aha. Eyni ölkə ərazisindən keçir. Bu da 4, 5, 6 olur. Bunu da götürürük. Bir də keçdi. Buna mütləq monarxiya idarə forması. Hə, məsələn deyək ki, Şimali Amerika qitəsində monarxiya yoxdur da Amerika qitəsində, ona görə. 5 yoxdur. Aha, 6. Demək nə oldu? 4, 5, 6. 5, 6. İyi bəndi. Valla. 22-yə baxaq. 22-də qəşəng testdir. Yəni, biraz böyüdüm bunu. Mən izah edirəm. Bir qədər axmaq onu. Hə, buyurun, buyurun. Yer kürəsində sxemdəki vəziyyətə əsasən doğru fikirlər müəyyən eləyim. Burada 21 dekabrdır, qış gün dönümü. Birincidə deyir, Respublikamızın 22. Respublikamızın ərazisində tropik hava kütlələri hakimdir. Bu səhvdir, mülayim hava kütlələri hakimdir. 21,5 şimal, 68,5 cənub enliklərdə yerləşən dəniz səviyyəsindəki məntəqələrdə günorta vaxtı şarqili simlərin kölgələri öz uzunluqlarına bərabərdir. Yəni 45 dərəcədir. Bu düzdür. Yerinə qoyulmamısan da qəşəng 45 dərəcə düşür, bəli, hərəkət. Aha. Bu vəziyyətin baş verdiyi tərəfdən sonra Falkland adalarında gündüzün uzunluğu qısalmağa başlayır. Bu düzdür. Cənubda yerləşir. Bu tərəfdə ölkəmizin gecə və gündüz uzunluqları arasındakı fərq maksimuma çatır. Bu da düzdür. Bu tərəfdə Günəş Cənubi Amerika materikində zenitdə olmur. Səhvdir. Cənubi Amerika materiki tropik kəsirgə zenitdə olur. 6-da Cənubi yarımkürəsində quru səthində ilin ən soyuq ayı müşahidə edilir. Bu da səhvdir. Ən isti olmalıydı. Demək 2, 3, 4 B bəndi. Aferin. 23-ə də baxırıq. Kim izahlayır? Deyim mi mən? Bu Pərvin sən, hə, buyur. Cədvəldəki uyğunluğu müəyyən edin. Böyük və Kiçik Qafqaz tektonik qalxma zonalarında intensiv parçalanmış yüksək, qırışıq, qaymalı, nival, buzlaq relyef tipinə rast gəlinmir. Yəni ki, bu yanlışdır, amma qabağını doğru yazıb. Uyğunsuzluqdur, biri olmadı. 2. Kap və Dragon əjdaha dağlarının yerləşdiyi litosfer tavası yalnız materik mənşəlidir. Deməli, demişik ki, yalnız materik mənşəli olan Ərəbistan tavasıdır. Bir də yalnız okean mənşəli, yəni okean tipli litosfer tavası Sakit okeanı. Yerdə qalanların hamısı həm materik, həm də okean tipli litosfer tavasıdır. Ona görə də bu yanlış olmalıdır, amma doğru yazıbdır. Bu da səhvdir. 3. Afrika materikində ekvatorial iqlim qurşağı qərbdən şərqə tam zolaq təşkil edir. Bu yanlışdır. Ona görə yanlışdır.
Bəli, doğrudur. Yanlış yazdım. Düzdür. Cavab 3'dür. A variantı. 4. Ölkəmizdə günəş radiasiyasının ən yüksək həddə çatdığı ərazilərdə ən yüksək orta illik temperatur müşahidə edilmir. Deməli, ən yüksək orta illik temperatur deməli Culfadadır. Yəni Culfada. O da biraz aşağıdadır da. Ən yüksək günəş radiyasiyası da yüksək dağlıqdadır. Allah. Əsas məsələ onu tutmaq lazımdır. Dərslikdə də var, orada baxanda ən yüksək orada göstərir. Demək, Naxçıvan yüksək dağlığında 160 kilokaloriyə qədər. Allah, gözəl. Bu da yanlışdır. 5. Alplar, Skandinaviya və Kap dağları geosignalın platformaya çevrilməsinin 3-cü mərhələsindədir. Deməli, 3-cü mərhələdə platforma deyil, platforma 4-cü mərhələdədir. 3-cü mərhələdə deməli artıq dağ sistemləri birləşir, signal və antisignal yaranır. Beləliklə də iri dağ sistemləri yaranır. Bu yanlış, amma doğru yazıbdır. 5-də səhvdir, cavab 3-dür, A variantı. Allah, çox gözəl, ətraflı izah. 24-də baxırıq, təşəkkürlər. Sonra uşaqlar, 24-də baxaq. Kim izah Deyim mən. Buyurun. Cədvələ əsasən doğru bəndi müəyyən edin. Daxili dəniz, şimal dəniz, kənar dənizdir. Çıxdıq. Qırmızı daxili götürürük, Adriatik daxilidir götürürük. Kənar dənizlər Mərmərə daxilidir çıxırıq. Ross kənarını götürürük. Fiji adalar arasında çıxırıq. Adalar arası İrlandiya adalar arasıdır. Beaufort kənardır. Tasman kənardır. 2, 3, 5, 7 cavab E variantı. Allah. 25'e. 25'in sual və sonlu sual. Buyurun. İzah edeyim mi? Kim edir? Səsi qarşı qatalım. Mən müəllim. Bəli. Buyur Aylin. Deməli, cədvələ əsasən uyğunluğu müəyyən edin. Şimali Amerika bir ərazisi 3 yarımkürədə yerləşir və ərazisindən axan çaylarda həm rafting, həm də avar çəkmə idman növlərinin inkişaf etdirmək imkanları mövcuddur. Bu səbəbdir çünki ərazisi 3 yarımkürə deyil, 2 yarımkürədə yerləşir. Şimal və qərb yarımkürələri. Sonra 2. Bütün ölkələrinin dünya okeanına birbaşa çıxışı mövcuddur. Bu düz fikirdir. 3. Ərazisində Kimmer qırışığında yaranmış relyef formalarına yalnız Kanada və ABŞ-da rast gəlinir. Bu səhv fikirdir. Meksikada rast gəlinir. Sonra Cənubi Amerika yer kürəsi orbit müstəvisinə 68 dərəcə meyilli olsa, olarsa şimal tropik xətti onun şimal hissəsini kəsməz. Adi halda da kəsmir. Şimal tropik xətti Cənubi Amerikanı. Əgər 68 dərəcə meyil olarsa 22 dərəcədən keçəcəkdir şimal tropik xətti. Onda da kəsməyəcək. Bu düz fikirdir. 5. Ərazisindən axan ən uzun çayın bolsuzluq dövrü Temza çayının bolsuzluq dövrü ilə nisbətən oxşardır. Bu da düzgün fikirdir. İl boyu bərabər olur. 6. Yerləşdiyi litosfer tavası qərb tərəfindən yerləşən Sakit Okean tavası ilə toqquşaraq And dağlarının yaranması səbəb olmuşdur. Bu səhvdir, çünki Nazca tavası ilə toqquşmuşdur Cənubi Amerika tavası. Ona görə də cavabımız olacaq 2, 4, 5. C variant. Allah, inşallah. Super, həqiqətən qəşəng hazırlaşmışdır. Təşəkkür edirəm. Çox gözəl.